Neden düşecek? He. Ay, arvad olmağa ne var ki? Bir dəqiqə. Oğlanın adı nədir? Klipimi montaj edeyim. Salam Fərid bəy, necəsiz? Klipdən nə xəbər? İzləyicilər daha məni necə deyim, bezdiriblər ki, klip açan nə oldu bəs belə. Dedim, bu saat Fərid bəydən öyrənib deyəcəm. Güya siz də klipin yolunu gözləyirsiniz axı. Hə, belə. İndi o da inanacaq, başlayıb tez bazar klipi montaj edəcək. Dostlar, yeməyim qəşəng pişir. Kişi deyir, qadının qeybətini... Hə, indi sizə göstərim onları. Bax, Facebooka bir yerdə girək. Girdik mi bura? Buna bax. Mən ölüm bir dənə. Sonra deyirsiniz, Afət çətin adamdır. Heç Facebookda 32.000 səhifəm var. Heç bilmirəm, bu haçan 32 olub. Ay dostlar, bax, mən burada neynəmişəm? Bax, buna bax. Bax, Abdulali Məmmədov. Afət, özünü həlak eləmə. Sən gec qaldın, maraqsızsan. Yalancının atasına lənət. Ay dostlar, mən maraqsızam. Adama deyərlər, bax nə deyərlər, Abdulali Məmmədov. Bax, adama deyərlər ki, maraqsızam da, razıyam səndən. Səhifəmdə nə gəzirsən? Sonra mən bunu direktinə yazmaq istəyəndə gördüm, nə yazsa yaxşıdır mənə. Kart atıb ki, 200 manat pul ver. Mən də baxmamışam. Deməli, mən də nə yazdım altda? Yazdım ki, hə, direktdə pul istədiniz, gördünüz qarşılıq yoxdur, belə yazdınız. İndi baxın, bax, mənim bu videomda nə var? Gəlin buna baxaq. Biri var, yenə, ola bilər dekolte geyinərəm. Çox sağ olun. Afət sözü xəta demək, bəla xəta. Hə, biri var, ola bilər də, mən də dekolte geyinərəm. Tənqid eləyirsiniz, yaxşı eləyirsiniz. Lap arada təhqir eləyən də olur, yaxşı eləyirsiniz. Mən iş verən deyiləm, yürəm gedən məhkəmələrdə onu şikayət eləyəm, ora-bura. Mən iş verən deyiləm də, o şeyləri eləmərəm, o mənlik deyil. Mən iş verərəm, nətər, kömək eləyərəm, kimisə uşağı afisantlıq bacarırsa düzəldərik, işi bu cür verərəm də, o biri cür yox. Ay dostlar, bax, mənim, gəlin baxaq birgə, bu videoma nə olub ki, bu mənə itə fıskırmış pişiyə oxşuyur özdə kişi. Buna baxın, qoy tapım onu. Bax, mən burada nə eləmişəm ki, bir dəqiqə yazdığınızı oxuyacağım, bir dəqiqə, qoy tapım o videonu. 1-dir, 2-dir, 3-dür, 4-dür qurulmuş. Onu yazanları deyirəm, tənə iti kimi. Bir dəqiqə, hansı videomda, ay Allah bu. Mən o videonu, buna bax. Buna bax, bu mənə təhqir yazıb, bax. Buna bax, bunun rojasına, bunun özünə. Mən ölüm, bax, bu nədir, bu nə ilə qidalanır? Bax, bu nədir? Bax, bu nədir? Konkret buldog sortuna oxşuyur. Harada şikayət edir eləsin. Problem yox, İstanbul'un yağışdan qorxusu yoxdur. Onun yazdıqlarını qabağına qoyacam axı. Musya. Dost, göndərmə qadan alın. Qoy onu tapım bir dəqiqə görün. Bax, o mənim hansı videomdur bu yazıb. Həyatım, canlı yayımdayam, məşğulam, Afətlə üzünə verilişindəyəm. İzləyicilərlə sual-cavab edirik bugün. Sizə də yemək pişirirəm. Bu da belə. İndi mən, qoy onu tapım. Hə. Bu mənim bu videomda. Hə, eləmi? Neçə varisini də taparam. Belə danışın, xanımlar. Yoxsa ki, gələndə çörək al, belə yox. Həyatım. Bu açığı həyatım sözünü ağzı hər göz çaşdan öyrənmişəm. Mənə bir dənə xeyri olub ki, ürəyim, həyatım. Bu sözlər mənim leksiyonumda yox idi, öyrənmişəm. Yaxşı işləri olub, boynuma alıram. Hə. Bak buna bak, buna bak.
Gəlin görək. Burada nə yazıblar? Çox komment olan yerdədir. Yox, tapa bilmədim o videonu. Deyəsən buradadır. Kökəlmişəm. Hə, Mamet müəllim kök xoşlayır. Ya, indi bugün istəyirəm sizə göstərim onları. Ancaq qabağıma ya Lüblü TV-yə salamlar, sevilirsiniz. Hə, buna bax, buna bax, buna bax. Tapdım birini. Mən ölüm, bunun qırmızının da görünən övüdür. Bax, buna bax. Bunun çolkasına tüpürüm, bunun qalustukuna, bunun saroçkasına bax. Bax, bu nə rəngdir? Bax, bu nə rəngdir də bu? Nədir də? Yəni, bax, bu məni bəyənmir, ay dostlar. Buna bax. Bunun duruşuna tüpürüm, bunun baxışına zadına, çolkasını da belə gözünün üstə töküb. Dayan görün bu. Dayan görün bu. Bu saat bunu tapacağım, çıxardacağım bunu ortaya görün. Ay, kişi belə bir kişi kimi şəkil çəkir. Qırmızı rubaşkanı da geyinib. Qırmızı da var, qırmızı da. Da indi burada qırmızı rubaşka geyinənlər pisinə getməsin. Bununkuna baxın dostlar. Roz rəngdə. Bunu heç mən geyinmərəm, qadınlığımdan. Buna bax. Ay, sağ olun. Ürək sözlərinizi buna yazın. Spam eləyərlər TikTok'um. Mən deməyim, siz deyin. Siz deyəndə spam olmur. Yazıb bu səviyyəsizə bax, mənə yazın. Özü səviyyəlidir də, səviyyəsi də saroçkasından bilinir bunun. İndi gəlin keçək bu tərəfə. Silmirəm, qalıb orada. Görək burada nə deyirlər. Burada hamısı gül qoyub, gül, sağ olun. Çox sağ olun. Qarşılıqlıdır. Özdə kim mənə belə səviyyəsiz nəsə yazırsa, dilənir. Kim məni tərifləyirsə, onun əlinə pul gəlir. Bu belədir. Çox gözəlsiniz. Allah bu gözəlliyi qorusun. Çox sağ olun. Allah sizə də çoxlu ruzi bərəkət yedirsin. Facebookda Afət Fərman qızı Xına 32 minlik səhifə. O biri də mənimdir 12 minlik. Bu 32 minliyə girin. Единственное, которое одевается со вкусом, видимо, стилисты толковый. Görürsünüz nə yazıb? Səviyyəli oğlandı. Bax. Ayda yox. Bu erməniymiş ha. Başa düşmədim. Adı Validədir. Familiyası Cangiryan. Mən başa düşəmədim bunu. Tərifləyib məni. Mən bunun tərifi lazım deyil. Prosto Validə. Yəqin bu. Hər nəsə də tərifləyib bilmirəm. İndi açıq platformada. İstəmirəm sənin tərifini qoy, səni blok edeyim. Yemək yanında düz deyirsiniz. Görürsünüz məni? Validə xanım da tərifləyir. Sən bir mələksən. Sağ ol ay Vahid Qasımov. Afət xanıma eşq olsun. Sağ ol Davud Bakuvi. Afət xanım gözəl toy aparır. Səsi zildəndir. Baritondur. Yaşa. Pah! Ürəyimə sarı yağ kimi yayılır. Tərifdir də pulsuz parasız yazın. Ekranı tıklayın, xahiş edirəm. Yeməyim yandı. Durum gedim baxım. Dostlar, efirlərə qadağa qoyulan kim görürsünüz müğənnilər batdı. Yoxdular. Bilgisi var mənim hesabıma, mənə söz atata qabağa gedirlər. Az qalıb onları da rubilnikdən söndürəcəyik. Bax, burada nə eləmişəm? Çiyələk dərirəm. Çiyələk yiyirəm. Yazıb ki, bu yığdı milləti boğaza. Sabir İsmailov. Gəl buna baxaq. Bunun vidinə bax. Bunun vidinə tüpürüm. Bunun eğri başına tüpürüm. Buna bax, bax. Bu mənə yazıb ki, bu milləti deyir boğaza yığdı. Buna bax, ay dostlar. Bax, bunun yəyəsi yoxdur mu? Bu utanmır mı girib arvadların səhifəsində komment yazır. Ay üzünə tüpürüm sənin. İşin yoxdur mu sənin? Sabir İsmailov. Bunu görüm ayrı şəkillər var. Bu saat bunun alına peysər yazıb paylaşacağım da. Bax, bu yığdı milləti boğaza. Bu otarsın, nə? Hə, o yəqin deyir qoyun verin. Hə, biraz qoyun verin, otarsın. Fikir ver, mənə yazdığına baxaydı. Mən neynəm? Mən burada çiyələk, yenə bir pis geyim geyinsən, bax. Bax. Mənim, bax, burada neynəmişəm? Pis geyinməmişəm. Salam yetir Qarabağa oxumuşam. Çiyələk yiyirəm təbii. Sən bax,
Bu sözü məni, bu milləti deyir, boğaza yığdı deyir. Buna deyir, qoyun verin deyir, qoyun otarsın. Nə olar ki, qoyun otaranda başa düşmürəm. Ən sevdiyim işdir. Qocalanda ümumiyyətlə ferma ilə məşğul olacağım, çoxlu qoyun quzu alacağım. Gəlin buna biraz da yaxından baxaq. Baxın. Buna bax. Sən Allah buna bax. Bunun narazı, həyatdan ümumiyyətlə bu narazı. Buna bax. Buna ürək sözlərinizi nə yaza bilərsiniz? Söz tapıram. İlk dəfədir ki, söz... Yox, çobana, biri yazıb öz çobana oxşur. Çobana nə olub ki? Çobanlıq elə kişi işidir. Vallahi. Buna bax, gəlin buna bax. Bu arvada baxın. Mən ölüm buna baxın. Görün. Mən demirəm, bu məni bəyənmir, ay dostlar. Gəlin yan-yana qoyaq özümüzü. Bu məni bəyənmir. Elə bil İsəyiv Musa da təpib. Buna bax. Bax. Buna bax. Bax, bu məni bəyənmir. Qaşları 2-15 dəqiqə almış oxşur. Baxın. Qaşları, qaşın alınma formasına baxın. İndi mənim qaşıma baxın, bununkine bax. Bunu yaxınlaşdırım. Buna bax. Baba, sən ay arvad, sən nə gəzirsən gecə səhərə yaxın 4-də Facebookda? Bax, buna bax. Yox, bəyənməsin, açsın bloka, razıyam. Məni hamı bəyənə bilməz ki, mən də bəyənmirəm bunu. Açsın məni bloka. Buna nə şey düşüb ki, bu saat 4-də səhərə yaxın zəhər qusur səhifəmə. Bax, yəni buna bax da, bir video, məni bəyənməyənin vidinə bax. Baba, yan-yana qoyuram. Bir buna bax. Burnu konkret erməni burnuna oxşuyur. Allaha and olsun. Mən o vaxt, uşaq vaxtı Ermənistana biz geyib gəlirdik. Şey var idi. Arvadın adı nə idi? Ay Allah. Erməni arvad adı deyin görüm. Hayqanuşun burnuna oxşuyur. Bax. Bu məni bəyənmir. İndi mənim burnuma baxın. Bununkine qoy yaxınlaşdırım da. Niyə öl dalından danışıram ki? Bax, mənimkinə baxın, bununkine baxın. Bax. Yox da, hər halda bundan gözələm. Tumurcuq deyir ki, sən gözəl. Gecə olmasa, mən bundan gözələm. Baxın, indi buna baxın. Hə, bu arvadın günahına girməyim. Bunun nəvəsi işlədir səhifəni. Yazıb bizim can nənəmiz. Hə, bu nənənin xəbəri yoxdur bu səhifədən. Bunun nəvəsi işlədir, nəvəsi də məni bəyənmir. Bu görüm nəvəsi nətər şeydir bunun da, yəni üzr istəyirəm ifadəmə görə. Hə, səhifəsində kişiyə bax, sən Allah buna bax. Bunun zövqünə bax. Kişiyə bax. Nənənin nəridir yəqin. Bana bax, ay dostlar. Elə nənənin də belə babası olar. Bunun payını verirəm bir dəqiqə. Всё. Bu indi axşam yatanmayacaq. Bu insult keçirəcək ən zəif formada. Dostlar, indi gəlin bu videoma baxaq. Bax, bu gözəl, bax, çox gözəl tənqid edib. Baxın. Bax.
Baxın. Vulqarlı geyimdir, razıyam. Baxın. Hə. İndi görün, nə yazıb bu xanım. Necə mədəni. Tamila Aliyeva. Yaraşmır belə geyim sizə, yaşınıza, başınıza. Çox razıyam. Razıyam deyəndə fikrinə hörmətim var. Yəni, insandır da. İstəyir mən örtülü giyinəm, mənim çox istədiyindən deyir də. Yəni, məni istəyənlər belə deyəcək. Məni... Hə, indi buna bax. Bəyək, burada Sabir İsmailov var idi. Bəyək ki, akaziyası burada da yazıb. Bunun vid fasonuna baxın, ay millət. 5 qəpiyə dəyməz. Hə, bəyək ki, bu. Bax, bu. Dayan gör, buna bax. Buna bax. Buna nə yazın? Bir də nə yazın? Təzə şey bilən var, təzə. Tərif bilən var. Yazın görün, mən burada yazım da. Yazın. İçindən bir yaxşısını seçəcəm. Buna nə yazım məsələn? Həmən o kişiyə. Qadın yaxşı yazıb, düz yazıb, razıyam. De ki, niyə ölmürsən? Ağıllı ol. Yox, yaxşısın. Tulla nə yazım? Get qarnını qaşı, o da yaxşısı. Köhnə qəlyanı oxşuyur. Aha. Yemək yandı. Bir dəqiqə saxlayın yazmağı.